Salam. Dünən gecədən səhərə kimi Dövlət Təhlükəsizlik Xidmətinin kiber trolları YouTube kanalımda olan 20-yə yaxın videoya şikayət göndərib. Özü də videoların hamısı Dövlət Təhlükəsizlik Xidməti və Əli Nağıyev barəsində olan videolardır. Yəni, general polkovnik deyir ki, İlham Əliyevin, prezident ailəsinin canı cəhənnəmə, nə danışırsan danış, o videolar bizim vecimizə də deyil, amma DTX barəsində danışma. Əslində, bir qələt də eləyə bilmirlər, nə olsun şikayət atırlar. Və milçək kimi kanalımın ətrafında vızıldamaqdan başqa bir işə də yaraya bilmirlər. Amma buradan İlham Əliyevə düşündürücü bir-iki kəlmə söz demək istəyirəm. Və hansı videolardır şikayətlər gəlib, onları da sizə göstərəcəm. Özünüz görəcəksiniz ki, Əli Nağıyevin DTX rəhbərliyinin quyruğu qapı arasında qalıb. Alyona Əliyeva, prezident ailəsi və s. barədə kanalımızda olan videolara şikayət gəlmir, heç bir şey də etmirlər. Amma Əli Nağıyev və Hikmət Hacıyev, Əli Nağıyev, DTX barəsində olan videolara tapbatarab şikayət gəlir. Belə hörmət edirlər İlham Əliyevə. İlham Əliyev, bax bu faktları sənə göstərirəm, bu açıq aydın faktlardır ki, sən narahat etmirsən, sənin ailən barəsində danışılanlar DTX-nı, Hikmət Hacıyevi narahat etmir. Özləri barəsində olan videolara narahat olurlar və deyəsən Əli Nağıyevin də quyruğu qapı arasında qalıb və ona görə narahatdır. Bax, bu videolarıma şikayət atırlar. Niyə də? Niyə DTX haqqında videolara atırsınız o şikayətləri? Və DTX-da oturan o istintaq qrupunun rəhbərləri, nə bilim, pul yiyənlər, havayı pul yiyənlər və Əliyevin qeyrətini, hakimiyyətini qorumayanlar, sadəcə pakazulxalıqla məşğul olanlar, siz özünüz də narahatsınız. Narahatsınız ki, Əli getsə, sizin də dalınızdan dəyəcəklər. Təkcə dalınızdan dəyməyəcəklər. Həmçinin cinayət məsuliyyətinə cəlb edəcəklər çoxunuzu. Çünki orada çoxlu yaramazlıqlar etmişsiniz. Ona görə, çünki iş adamlarından və s. banditlik eləyib pullar almışsınız, rüşvətlər almışsınız, 70 kiloqram qızılın əsl sahibindən neçə milyon almışsan Əli Nağıyev, oradakı generallar, hansı ki o məhkəmədə kənarda qaldı. Qəhrəman Məmmədovu tutub 6 il iş verdilər. Bəs niyə istintaqda ona, qızılların sahibinə iş verilmədi, adı keçmədi? Niyə Fəridin adını oradan çıxartdınız? Rıza bəyin? Dəyərli dostlar, xahiş edirəm videonun sonuna qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin və Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədən gerçəklərdən vaxtında xəbərdar olasınız. Görün, hansı videolarıma şikayətlər gəlibdir. Gülürəm həmçinində ki, İlham Əliyevin kül olsun başına ki, Əli Nağıyevi o vəzifədən çıxarda bilmir. Çünki Əli Nağıyevin ipi Əliyevin əlində deyil. Başqa dövlətlərin rəhbərliklərinin əlindədir. Gücü çatmır İlham Əliyevin. Özünə müstəqil prezident deyil, dövlət başçısı deyil. Amma öz nazirini vəzifədən çıxartmağa səlahiyyəti çatmır. Çünki güc naziridir Əli Nağıyev və güc nazirində Azərbaycanda o bu, yəni xarici dövlətlərin kəşfiyyatları təyin edir. İlham Əliyev onlarla məsləhətləşməlidir ki, Əli Nağıyevi işdən çıxartsın. İlham Əliyev onlardan təsdiq gözləməlidir, onların onayını almalıdır Əli Nağıyevi işdən çıxartsın. Bacarmır da, gücü çatmır. Nə üçün deyir ki, mən dövlət başçısıyam, müstəqiləm mən? Hay, müstəqil dövlət başçısan. Hansı videolara şikayət gəlib? Baxın, dediyim kimi, DTX 70 kiloqram qızıl cinayətinə görə soxdu İlham Əliyevin papağını yerə. Bu videoya şikayət gəlib. Baxın. Niyə? Çünki mən demişəm ki, o İstanbulda tutulan 70 kiloqram qızıl kuryerini tutdunuz, Qəhrəman Məmmədov. Bəs o 70 kiloqram qızılın sahibi kimdir? Bu bir kuryerdir. O qızılın sahibinin bəlkə də onlarla kuryeri var. O qızılın sahibi milyardlara sahibdir. Niyə Fəridi tutmursunuz dedim? Niyə onun adını DTX-nın istintaqından çıxartmışsınız dedim?
Bunlara yer eləyib. Bax, bu yer eləyib, çünki pas soxmuşam bunlara. Digər videoya diqqət edin. DTX barəsində. DTX qızı qaçaqmalçısından pul alıb buraxdı. Bu da həmən mövzu ilə bağlıdır. Daha sonra mühacirlərə sui-qəsd planını quran DTX polkovniki. Niyə bilinə başqası haqqında videolarıma şikayət gəlməyib? Nağıyev qardaşları və Eyyubovlar Əliyevi devirmək planında. Bax, bu video bunları dəli eləyib. Niyə? Çünki mən orada kanalımıza daxil olan ən məxfi məlumatları paylaşmışam. Və məhz bundan sonra Əli Nağıyevin başına danq eləyib deyib ki, həqiqətən də bu videonun bir təsiri oldu. İlham Əliyevin son bir ayda təhlükəsizliyi ilə bağlı DTX və digər qurumlardan olan dəstəyini çəkib. Yalnız Dövlət Mühafizə Xidmətinin mühafizə xidməti Əliyevin mühafizəsinə cəlb olunub. DTX-dır, nə bilim, sərhəd qoşunlarıdır və xarici kəşfiyyat və s. uzaqlaşdırıbdır. Ən yaxınını sadəcə öz qorumasına cəlb eləyib və xüsusi təyinatları və bu Əli Nağıyevə təsir edir ki, bax bu informasiyanın təsiri oldu və həmçinin Bəylər Əyyubovu da son bir ayda özünün xüsusi təhlükəsizliyini qorumaq məqsədi ilə Bəylər Əyyubovu yanından uzaqlaşdırmışdı. Baxın, Qəbələdə nə qədər görüş oldu, Bəylər Əyyubov nə olsun prezidentin katibidir, amma orada olmadı. Meloni ilə görüş oldu, Bəylər Əyyubov orada oturmadı. Çox vacib görüşlər, hansı ki orada yüksək səviyyə qaldırmışdı öz təhlükəsizliyini Əliyev, Bəylər Əyyubovu uzaqlaşdırmışdı. Bu onlara danq eləyib dəydi ki, Tural bizə yaman pas soxur və ona görə də o videoları sildirmək lazımdır. Başqa hansı videolara gəlib? Göstərirəm indi sizə, dəyərli dostlar. DTX rəisi Əli Nağıyev qudasız olmazlar nələr verib? Onun ailəsi, qudası barədə məlumatlar verdim. Kimdir? Sumqayıtın hərbi komissarı nə qədər rüşvət alıb? Hərbi komissar, DTX rəisinin qudası hərbi komissardır Sumqayıtda. Məhz o özünün sürücüsünün qohumları və s. vasitəsilə nə qədər rüşvətlər alıb hərbi xidmətdən Sumqayıtları, başqalarını yayındırıbdır. Pul alıb, rüşvət alıb. Bu faktlar da var. Soxuram bunu. Mən bunların gözlərinə hərbi komissar, harada ölmüsən sən? Bu məlumatı bilmirsən? Niyə DTX rəisidir? Ona görə onun qudası hələ də hərbi komissar kimi işləyir. Rüşvətin, korrupsiyanın bazarın içərisində batmasına rəğmən o vəzifədə niyə qalır? Daha sonra hansı? DTX Əliyevi gic yerinə qoyub. Gic yerinə qoyub da. Güya Alyona Əliyeva ilə bağlı film çəkmişdilər. Bütün millət tüpürdü sifətinizə. Polisin videosu DTX-nı ifşa etdi. Bu videomuza şikayət gəlir. Niyə bunlara gəlir? Niyə hamısı DTX-dır? İlham Əliyev, bir fikirləşsən, yanında bir kişi var sənin, bunlara fikirləşsin, sənə doğrunu başa salsın. Hikmət Hacıyev başa salır sənə bunu. Niyə demir bunları? Çünki Əli Nağıyevlə birgə elə sənə itələyirlər. Başqa, güya İran casusları tutmuşdu DTX, onu da şoya çevirmişlər. Buna da video çəkdim, buna şikayət gəlir. Əliyev onu loxlayan Zahid Orucu belə vurdu. Burada DTX ilə bərabər Zahid Oruc oyunları oynamışdı ki, xaricdəki mühacirlərə cinayət işləri açaq, onları terrorçu elan eləyək, sonra da vuraq, öldürək, çünki onlar terrorçudurlar və ona 5 il, buna 15 il iş verək. Bax, bu ideyaların müəllifi Zahid Orucla DTX-ydı. Bu videoma niyə şikayət gəlib? Niyə gəlib? Daha sonra DTX-da özünə kişi deyən 4 nəfər məni otağa salıb, bunu Sevinç Sadıqova danışmışdı efirimizdə. Buna niyə şikayət gəlir? Ay, yaramazlar. Bu yaramazlığı soxuram İlham Əliyevin gözünə, bunun gözü açılmır. Əli Nağıyev və DTX qəsdən prezidenti, nə bilim nə, ailəsini söydürür. Bəli, bu da var. Buna niyə şikayət gəlib? Əli Nağıyev quyruğun qapı arasındadır. Dalından dəyəcəklər. Yox, mən inanmıram. İlham Əliyevdə qeyrət var ki, sənin dalından dəyə. Bu videoma niyə şikayət gəlib? DTX güya 3 terrorçunu tutub. Yalandır. Sahil Mühafizə rəisi Müzəffər Pirizadə Əli Nağıyevin yaxın qohumudur. Məhz sahil mühafizədə, Xəzər dənizində qaçaqmalçılıqlara göz yuman. Bax, bu nələr edirlər?
Və bu videoma niyə şikayət gəlib? Soxuram gözünüzə bir-bir. İlham Əliyevin gözünə soxuram və ona deyirəm, bunu yanında görəndə oturanlardan yoxdur sənin başa sala belə şeyi ki, niyə Tural Sadıqlı'nın videolarına şikayətlər DTX ilə bağlı gəlir? Hə? Gecə yatmayıb səhərə kimi 20 dənə videomu şikayət ediblər, 20-dən çox. Əlin Ağayev DTX-nı batırdı. Azərbaycanın adını batırıb Əlin Ağayev. DTX-nın adını batırıb. İlham Əliyev Dövlət Təhlükəsizlik Xidmətinin yenə adını dəyişmək məcburiyyətindəsən sən. Təkcə Əlin Ağayev vəzifədən geçsə bu iş bitməz. Yenə çünki Eldar Mahmudovun yolunu gedir. Eldar Mahmudovdan bəlkə də betərdir. Biz hələ açılmayıb bu onun etdikləri. Mən açıram. Açdıqca da bunun başı xarab olur. Videolarımıza şikayət gəlir. Bax, niyə bu videolarımıza şikayət gəlir? Əgər İlham Əliyevdə düşünən beyin varsa, bunu da düşünər. O özü baxmırsa, onun köməkçiləri kim deyim? Hansı bir qeyrətli biri var ki, çıxıb deyək ki, cənab prezident, Əlin Ağayev da ağ eləyib. Hər şeydə ağ eləyib. Sizə qarşı ağ eləyib. Bunu deyən var Əliyevin yanında kimsə? Nəysə. Məndən göstərməkdir. Və mən ritorikamı bax buna görə biraz acılaşdırıram, sərtləşdirirəm, ağırlaşdırıram. Söymürəm, heç birinizin qeyrətinizlə işim yoxdur, söymürəm də sizi. Baxmayaraq ki, sizi söyürlər, söyüşdən betərinə layiqsiniz. O söyüşlər sizə təsir eləmir. Heç bir şey eləmirsiniz. Ancaq söyüşdən betər olan pas kimi videolarım sizə çox pis təsir eləyir ki, hər tərəfli hücuma keçmisiniz. Bax, mən ona görə ağır danışıram ki, ölkə başçısı haqqında. Mən bu faktları göstərirəm, o da gözünü yumur, özünü qoyur gözündən görənliyə. Başqa nə deyim mən?